Salam əziz uşaqlar, bugünkü 25 aprel 2026-cı ildə tarixdir. İngilis dili xəmsə sınavının izahına baxaq. 51-ci sualımızdan başlayaq. Düzgün variantı tələb edir bizə. Cavabımıza baxırıq. Yes, they are. Yəni bizim cümləmizdə mübtədə olaraq cəmdə olan they əvəzliyi ilə işlənə bilən cümləni götürəcəyik. Bizim birinci cümləmizdə mübtədamız you'dur. Burada yes, you are olardı deyə birinci variantımız səhvdir. Is she bizim cümləmizə a və z verilib deyə yes, she is olardı bunun cavabı. Yes, she is olardı deyə yoxdur deyə o da səhvdir. Do they like banana? Onlar do-la verdiyinə görə burada da belə olardı. Yes, they do. Yes, they do. Ona görə bizim bu cümlələrimiz bu da səhvdir, yanlışdır. D variantına isə baxırıq. Sualımız A-la, bilin A kömək feilinə verilib. Mübtədə isə Musa and Təranə. Musa və Təranə şagirddirlərdir və burada Musa və Təranə kim? Onlar. Z olduğuna görə bəli, onlardır. Yes, they are kimi cavab verə bilərik. D variantı nədir? Doğru cavabdır. Növbəti tapşırığımıza keçək. Növbəti tapşırığımız isə birləşmə daxilindədir. Biz baxırıq, həmişə bilirik ki, oflu birləşmələrdən əvvəlki ismə baxmalıyıq. Oflu birləşmələrdən əvvəlki isimimiz təkdədir. Ona görə samdan sonra sayıla bilən isimlər cəmdə olmalıdır. Eni samın inkar formasıdır. Ən sait səslərlə başlayan isimlərin önündə işlənir deyə olmaz. Çünki bizdə P ilə samitlə başlanıb. Deməli, D variantımız nədir burada da? Doğrudur. Can you give me a piece of paper? Bir tikədir, vərəq verə bilirsən, kağız verə bilərsən. Növbəti tapşırığımızda advanat biri fərqlidir, yəni digərlərindən. Daughter qızı, composer bəstəkar, engineer mühəndis və shepherd çoban deməkdir. Burada bəli, bunlar peşə sənətdirlər. Daughter qızı, kimisə qızı mənasında A variantımız elə doğru variantdır. Növbəti tapşırığımız isə cümlə mənasına uyğun olaraq doğru cavabımızı seçirik. We can't have a picnic. Biz edə bilmirik piknik. Çünki niyə edə bilmərik? Hava soyuqdur, hava qarlıdır, belə olar. Birinci variantım it is very fiildir. Bəli, bir var. It is very snowing. Qarlıdır. 2 də var. The sun is shining. Günəşli havada hamı piknik etməyi sevir. Burada amma deyir ki, edə bilmirik. The sky is clear. Səma aydındır. Clear aydın deməkdir. Bu da yox. Edə bilmiriksə bu 2 havadan birində edə bilmirik. C variantı doğrudur. Burada isə sözləri mənalarına görə məç edirik. Money nə deməkdir? Pul, kəndi, şirniyyat, soap, sabun deməkdir. A variantında is for washing. Nəsə yumaq. Deməli 3A-dır. Is for buying thing. Nəsə almaq. 1B-dir. Və sweet food made of sugar. Şirin bir ərzaqdır deyir qənddən hazırlanıb. O da olacaq 2. 1B olmayanları silirik avtomatik. 1B, 2C, 3A. Deməli, D variantımız nədir? Burada da doğru variantdır. Növbəti tapşırığımıza baxırıq. Possessive case. 5-ci sinif mövzularından biri də elə yəli haldır. Əgər apostrof S-dən sonra article gəlirsə, got gəlirsə, ing-li feil və yaxud eddi feil və yaxud zaman zərfləri gəlirsə, onda o nədir? Yəli hal deyil. Burada Aysun has gotdur. Yəni, nəyin qısaldılmış formasıdır? Has. Ona görə bu doğru deyil. It əvəzlikdir və hətta article da gəlib. Deməli, bu doğru deyil. What sual əvəzliyidir. What's your name deyir. Sənin adın nədir? Deməli, bu da deyil. Burada 2 isim arasında olmalıdır yəli hal. Room otaq, windows pəncərə. The rooms
Windows are clean. Deyir ki, otağın pəncərələri təmizdir. Baxın, otağın pəncərələri. Apostrof S burada nəyi göstərir bizə? Yiyəli halın olduğunu göstərir. Növbəti sözümüz weak sözü zəif mənasında işlənir. Onun antonimi seçəcəyik. Weak buradakı bu weak həftədir. Heç uyğun gəlmir. B variant strong, güclü, zəif, güclü antonim olaraq işlənə bilər. Light, yüngül, yumşaq, işıqlı mənasında gedir. O sinonim olardı. Dirty də çirkli deməkdir. Olmaz. Növbəti sualımıza baxırıq. Bəli, bir variantı burada yazaq. Aha, növbəti sualımızda isə doğru variant. Altından xətt çəkilmiş sözü sual verir. Her father is a doctor. Deyir onun atası həkimdir. İndi bunu götürürük. Deyir onun atası nəçidir. Nəçi sözü whatla verilir. Yəni nə işləyir? Necə Azərbaycan dilində, o ilə də ingilis dilində. Ona görə də deyir ki, what is her father? Onun atası nəçidir? Bax, bu variant doğrudur. Who is her father? Onun atası kimdir? Demir. What is her father's name? Atasının adını demir. Deyir, onun atasının adı nədir? Burada whose father is a doctor? Deyir, kimin atası həkimdir? Ondan da soruşmur. Burada həkim sözünə sual verdiyinə görə whatla başlanır. What is her father? Onun atası nəticə? Burada deyə bilərsən ki, məsələn, he is a doctor. But her father is a doctor. Bax, sualı bu formada tapmalıyıq. Altından xətt çəkilmiş sözə sual verin. Növbəti tapşırığımıza baxırıq. Make up sentence, cümlə qururuq. Birinci mübtədanı tapmaq üçün biz burada baxırıq ki, burada 2 dənə mübtəda ola bilər. House və library. Və burada əvəzliyimiz də var. AV. Məsələn üçün başlayaq elə AV ilə. Bizim kitabxanamız və bizim evimiz. Gəlin bizim evimizdən başlayaq. Belə deyim. AV house. Sonra qoyaq. Is. In front of the library. Ən axırda da 2-ni qoyaq. Görə belə bir variant varmı? 4 birinci qoydu. Z, A və Z. Z-dən sonra A və əvəzlik gələ bilməz. Ona görə bu səhvdir. 3-ə baxırıq. 3, A və 4 qoy. A və-dən sonra da Z gələ bilməz. A və Z, house olmaz. Ümumiyyətlə, yəli əvəzliklərindən sonra maydı, avədir, yoxdur. Bunlardan sonra artikl gəlmir. Ona görə 4 də sildi. 2 variant uyğunlaşırdı. Gəlin də burada doğru variantımızı biz tapdıq. Ona bax, 3, 7, 6, 1, 5. Burada biri qalıb. Ofumuz qalıb. 8, 5-dən. Aha, in front ofumuz qalıb. Bax, hə. Deməli, elə B variantı doğrudur. Niyə D variantı olmaz? Burada da baxaq ardıcılığa. A və house is library. Burada olur ki, bizim evimiz kitabxanadır. Bu olmaz. Ona görə bunu da səhvdir. B variantı doğru cavabdır deyir. A və house is in front of the library. Bizim evimiz kitabxananın qabağındadır, önündədir. In front of önündə. Aha, burada tərcümədən söhbət gedir. The school year in Britain begins in the middle of September. Middle ortasında deməkdir. Deyir ki, Britaniyada təhsil sentyabrın ortasında başlayır. A variantına görə nədir? Britaniyada təhsil ili sentyabrın əvvəli başlayır. Əvvəli deyil. Middle orta deməkdir. Təhsil ili sentyabrın ortalarında başlayır. Və harda? Axı burada Britaniya demişdi. Ona görə olmaz. Britaniyada tədris ili sentyabrın ortaları başlamalıdır. Burada da deyir ki, Britaniyada tədris ili sentyabrın ortalarında başlayır. Başlanmalıdır, maybe. Burada bir güman var. Ona görə C variantı deyil. D variantı. Britaniyada tədris ili sentyabrın ortalarında başlayır. Burada deyir begins, yəni adət halını almış. İndiki qeyri-müəyyən zamanda görürsünüz, feilin sonunda S var. Və ona görə D variantı doğrudur. 61-ci tapşırığa baxırıq. Deyir, my husband and I are teacher. Mən və mənim yoldaşım və mən müəllimik. Doğru cavab seçirəm. But olan cümlədə burada inkar verəndə not da ola bilər, olmaya da bilər. Amma deyir, daughter is a nurse. Kimində o qızı olar? Mən və yoldaşımdan danışıramsa bizim olar da, bu A və olar. Ona görə elə A və C variantı düzgündür.
They onlarındır. Burada başqa adamla danışılmır ki. Və yaxud he onun, his onun, bu his kişi cinsidir, he qadın cinsidir. Axı burada biz 2 nəfərik. 2 nəfər olduğumuza görə biz A oluruq. Ona görə C variantı doğrudur. 61-ci tapşırıqda isə is he tired? O yorğundur. No. He is. No olanda yadınızda qalın. İkinci tərəfdə mütləq not olmalıdır. Is'dən sonra burada not olmalıydı. Ona görə səhvdir. Is he? Bu da olmaz. He no, he isn't. C variantı doğrudur. Isn't he olmaz. Çünki bu bizim cümlədə söz sırasımıza qarşıdır. Növbəti 63-cü tapşırığımızda isə yenə doğru varianta baxırıq. There is a table and 6 chairs in the people eat there. İnsanlar burada orada yemək yeyirlər. Deyir ki, orada there is a table and 6 chairs in the living room olarda. Qonaq otağındalar. Bedroom yataq otağı da orada deyir ki, orada stol və 6 stul var. Və burada insanlar yemək yeyirlər. Kitchen mətbəxdir. Burada adətən bişirirlər. Burada biraz belə deyək, çaşdırıcı sualdır. Bathroom isə havanın otağıdır. Bu ola bilməz. Okay. 64-də də doğru cavabı seçirik. Burada bizim açar sözümüz any'dir. Uşaqlar, any sual və inkar cümlələrində işlənir. Və ona görə təsdiq olan variantların hamısını silirik. Has got olmaz. Çünki any təsdiqdə işlənmir. Any mütləq ya notla ya da cümlənin sonunda sual olmalıdır. Burada da cümlənin sonunda sual yoxdur axı. Ona görə have də getdi. Ümumiyyətlə rəsul 3-cü şəxsdə have-lə işlənməz. Has olmaz, çünki təsdiqdədir. Biz bilirik ki, have və has-in sual inkarı ilə düzəlir? Do və does-la. Əgər does varsa, does olanda has-in sonundakı s bura keçdiyinə görə have olur. Ona görə A variantı doğrudur. Növbəti tapşırığımıza baxaq. 65-də isə plural nouns, doğru cəm isimlər. Quz sözünün cəmi qiz kimi bu cür tərcümə olur. Lesson təkdədir. Cəmi lessons cüzdür. 1, 3 var. 2, phonetics burada bu formada kökdən dəyişmir. Children, n kökdən budur. N şəkilçisi ilə düzəl. Digər sözü heç vaxt s şəkilçisi əlavə edilmir. Və izə demişə tək burada təkdədir. 1, 3, 4 hardadır? C variantı doğrudur. Növbəti tapşırığımız isə bizim nədir? Mətindir və deyir, mətni oxuyun və sualları ona uyğun cavablayın. Gəlin mətni oxuyaq və tərcümə edir, ona uyğun cavablarımıza da baxaq. Almost everything about elephants is big. Tamamilə fillər haqqında hər şeydir böyükdür. They are the largest animals that live on land. Yerdə yaşayan ən böyük heyvandır. There are two kinds of elephants. The Indian elephants and the African elephants. Deyir, 2 növ fillər var. Hindistan və Afrika filləri. A male African elephant can weigh up 6,000 kilos. Dişidir, erkəkdir, male dişidir, female erkəkdir. Female qadın cinsindədir. Təxminən deyir, nə qədər olur? 6,000, 6,000 kilodur. 6,000 kilo gəlir. Elephants can be up to 4 meters tall. 4 metr hündürlükdə ola bilirlər, deyir. Elephants need to live very big large because they eat and drink so much. Onlar böyük ərazidə yaşamaq ehtiyacları var, çünki onlar deyir, nə edir? Çox yeyib, çox içirlər. Every day elephants spend about 6 hours eating. Deyir, günlərinin deyir 16 saatını yeməyə sərf edirlər. They eat up 200 kilos of food. 200 kilodur ərzaq yeyirlər. They can drink over 20. Bir dəqiqə bunu silməyim üstündən. Bunu bizə lazım olar. And 250 liters of water. 250 litrədir su içə bilirlər. Elephants have very big thin ears. Fillərin deyir böyük və çox incə qulaqları var. Elephants use their ears to cool themselves down. Fillər deyir qulaqlarını özlərini sərinləndirmək üçün istifadə edirlər. And elephants trunk and can smell food, water and predators.
Deyir onlar trak xortumu deyir, onlar nə edə bilər? Yeməklə və sunan təmin edə bilər. Elephants need very strong legs to support their heavy bodies. Burada nöqtə var. Elephants deyir, güclü deyir, nəyləri var? Ayaqları var, hansı ki, onların deyir, nəhəng deyir, bədənini deyir, dəstəkləyir. Elephant trunks are real long, curved teeth. Deyir, onların deyir, həqiqətən də deyir, uzun deyir, xortumları var deyir və deyir, buruq nəyi var, dişləri var. Elephants use their trunks to dig food and water and food. Deyir, o deyir, xortumların və deyir, yer eşməkdə, qidaları deyir, içməkdə, su içməkdə və döyüşməkdə istifadə edirlər. Mətnimiz nə haqqdadır uşaqlar? Görürük ki, nədən danışır? Fillərdən, böyük heyvanlardan deyəndə, onda burada başqa heyvan dolu idi. Bu ilə fillərdən danışır deyə B variantı daha uyğundur. Animals heyvanlardır, jungles cəngəlliklərdir. Bunlar uyğun deyil. Böyük heyvanlar desəydi, burada gərək fildən başqa da bir heyvan olaydı. Amma bir dənə fildən danışdığına görə adı fillərdən. Deyir ki, hansı 67-də deyir, we not true, yəni hansı cümlə doğru deyil. Mətndə yoxdur. There are two kinds of elephant. Bəli, iki cür nə vardı? Fil vardı, yuxarıda qeyd etdik. Hind və Afrika filləri. Elephants spend about 16 hours eating. 16 saat yeməyə vaxt sərf edirlər, düzdür. Elephants are the largest animals that live on land. Fillər deyir, ən böyük heyvandır ki, yerdə yaşayırlar. Bəli. Burada yazabilirsiniz. They can drink over 200 liters of water. 200 litrdən yuxarı deyir, su içə bilərlər. Amma burada deyilmişdi ki, 250-dən yuxarı. Ona görə bu doğru deyil. Cavabımız nədir? D variantı yanlışdır, yəni notdur. Heavy nədir? Belə deyək, ağır, bərk. Bunun antonimi nə olar? Light, yüngül olar. Tall, hündürdür, ucadır. Large, geniş, böyükdür. Long, uzundur. A variantı heavy, ağır, light, yüngül olar. Növbəti tapşırığımıza baxırıq. African elephants can weigh up to. Deyir, African, baxın burada African elephants can weigh up to 6,000 kilo. D variantı doğrudur. 250 kilo, 600 kilo və 200 kilo burada heç o haqda məlumat verilməmişdir. Doğru variantı seçməkdən 70-də baxırıq. Why elephants need to live in large areas? Yəni, geniş ərazidə niyə yaşamalıydırlar? Baxın, uşaqlar, burada qeyd etmişdik. Elephants need to live very large area because they drink and eat so much. Çünki deyir, onlar deyir, çoxlu yeyib və içirlər. Ona görə nədir? C variantımız, C variantımız doğru variantdır. Bu qədər. Hər kəsə uğurlar. Sağ olun.